Salam değerli izleyicilerimiz. Sizleri bugün 14 dekabr 2025-ci il tarixində igid qəhrəman oğullarımızın birinin ev muzeyindən salamlayıram. O oğul ki, vətən torpaqları uğrunda qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə ucaldı. O oğul ki, ana qucağından isti vətən torpağını seçdi. O oğul ki, ölümün gözünə ölümsüz baxaraq, düşmənləri məhv edərək vətən torpaqlarını azad etdi. O oğul ki, üç rəngli Azərbaycan bayrağının qürurla dalğalanması üçün öz canını fəda etdi. Ruhu qarşısında ehtiramla baş əyirik. İgid qəhrəman kapitanımız Əliyev Füzuli. Bu vətən sizi unutmadı, igid oğullar. İstəyirəm ki, dəyərli izləyicilərimiz, Füzuli Əliyevin anası oğlu ilə bağlı olan xatirələrindən bir-iki kəlmə sizlərlə bölüşsün. Buyurun Fərasət ana. Füzuli uşaqlıqdan elə bir ki, bu peşəni seçmişdi. 8-ci sinifdə Naxçıvan qadın hərbi liseye getdi. Orada 3 il oxudu. Sonra 5 il akademiyanı oxudu. Heydər Əliyev adına akademiyanı qurtardı. Sonra ilk iş yeri Gəncə oldu. Gəncədən sonra bütün rayonlarda işlədi. Murovdan tutmuş, Tovuz, Murov, bütün qaynar nöqtələrdə işlədi. Müharibə başladı. Ayın 27-si müharibə başladı. O neçə günü hər gün zəng eləyirdi atasına, mənə, qardaşına, bacısına. Nə vaxt ondan soruşurdun, ay bala hardasan, deyirdi lazım olan yerdəyəm. Heç vaxt demirdi ki, mən hardayam. Ayın 6-sı onun axırıncı zəngi oldu, oktyabrın 6-sı. Oktyabrın 8-i də şəhid oldu. 30 illik vətən torpağına həsrət qaldığımız Füzulilər aldı, Əlilər aldı, Mahmudlar aldı, Əkbərlər aldı. Oktyabrın 8-i şəhid oldu. Noyabrın 28-i nəşini gətirdilər. Neytral zonada qalmışdı. Mən heç inana bilməzdim ki, Füzulidə belə olsun. Ona görə ki, o həmişə qaynar nöqtələrdə işləyib. Oranın daşına kəsəyinə də bələd idi Füzuli. Mən oğlumla fəxr edirəm. Allah cəmi şəhidlərin yerini cənnət eləsin. Onsuz da onların yeri cənnətdir. Mən yenə də deyirəm, bundan sonra biz anaları gördük. Heç bir anaya bala dağına Allah qismət eləməsin. Allah bir də müharibə qismət eləməsin. Çox sağ olun Fərasət ana. Biz sizə təşəkkür edirik ki, Füzuli kimi qəhrəman bir oğul böyüdüb bu vətənə əmanət etdiniz. Vətən torpaqları uğrunda qəhrəmanlıqla şəhidlik zirvəsinə ucaldı mənim qəhrəmanım. Və aramızda bir ana da var. O ana ki, qədim Bərdə torpağından, Ərənlər yurdu, igidlər oylağı olan qədim Bərdə torpağındandır. Əli bax, o torpağın suyunda, o torpağın havasında doğuldu, o torpağın havasında böyüdü, igidlərin havasıyla böyüdü, anasının laylasıyla böyüdü. Xuraman ana, mən istəyirəm ki, bir-iki kəlmə Əli haqqında məlumat verəsiniz bizim izləyicilərimizə. Mən də hər kəs salamlayıram. Mən də oğlumla fəxr edirəm. Fərasət ana dediyi kimi. Bütün şəhidlərə canım qurban. Mən bilirəm ki, analar nələr çəkir. Mən də oğlumla fəxr edirəm. Oğlum Şuşayacan, müharibə başlayandan Şuşayacan salamat getdi. 7-si vuruldu. 8-i gözün yumur. Noyabrın 8-i. 20-si mən oğlum tapıb dəfn eləmişəm Bərdədə, öz kəndimizdə, Mizarbəyə kəndində. Mən oğlumla fəxr edirəm ki, oğlum bütün bu yolları keçdi. Amma bir gün 7-si vuruldu, 8-i gözün yumdu, bir gündə döşsəydi, bugünkü gün aramızda olardı. Amma yenə də oğlumla fəxr edirəm. Vətənin qəhrəman igid oğlu. Əməkləri, zəhmətləri dəyərləndirildi. Hər zaman xalqın yaddaşında əbədiyyən yaşayan igid oğullar. Ailə Baş Komandanın sərəncamları ilə orden və medallarla təltif olundu igid qəhrəman oğullarımız hər biri. Bugün aramızda bir xanım da var. O xanım ki,
lap körpə yaşlarından ata sevgisinə həsrət qaldı. Atası 92-ci illərdə Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhidlik zirvəsinə ucaldı. O zirvəyə ucaldı ki, onun övladı biricik gözünün ağı qarası olan Zəhra qızı firavan yaşasın. Bugün özünün taleyi sanki övladlarının taleyinə yazıldı. 44 günlük vətən müharibəsində Zəhra ömürgün yoldaşı Mahmudu da itirdi. Mahmud da vətən torpaqları uğrunda qəhrəmanlıqla şəhidlik zirvəsinə ucaldı. Gördüyünüz bu xanım çiynində, ürəyində iki ağır yükü daşıyır. Həm ata yükü, həm həyat yoldaşı, ömürgün yoldaşının yükünü. Zəhra xanım üçün nə qədər ağır olsa da, biz bugün Zəhra xanımla bir neçə saatdır söhbət edirik. Mən onda olan o qüruru, o mətanəti gördüm. Həqiqətən də əsl Azərbaycan xanımı, ismətli, abırlı, həyalı, övladları üçün canını fəda edəcək bir ana, bir xanım, bir həyat yoldaşı, bir şəhid qızı. Zəhra xanım, buyurun. Atanız, üzünü görmədiyiniz atanız sizin xəyallarınızda yaşayıb. Onu bilirəm. Üzünü görmədiyiniz atanıza şəkillərinə, rəsmlərinə baxıb nə düşündünüz ilk dəfə? Üzünü görmədiyim heç bir şeydə həmişə xəyalımı qururam. Düşünürdüm ki, nə bilim, uşaqlara baxanda atalı olan insanlara deməzdim, paxıllıq çəkirdim də. Amma həqiqətən də çox pis oluram ki, yəni keşkə mənim də atam olardı. Nə qədər qürur verici də olsa da, şəhidlik zirvəsi ucadır, amma o qədər də çox pis həyat tərzimiz var. 92-də atamı itirmişdim. 44 günlükdə də yoldaşım şəhid oldu. Ondan sonra bir övladımı bir istəyirəm. Övladımız olubdu. 5 yaşlı qızım var idi. Onlar da indi özüm yaşadığımı özüm biraz yenə necə deyim, hiss eləməsəm də, yəni o atasızlığı anam hiss elətdirməyib mənə. Amma uşaqlarımı indi bugün uşaqlar onu yaşayır. Görürəm ki, həqiqətən də çox çətindir. Yəni özüm elə bilirəm ki, çox yaxşı həyat yaşamışdım. Bugün uşaqlarımdan çox pis həyat yaşayıram. Allah sizə səbir versin. Mən inanıram və sizə güvənirəm ki, bir şəhid övladı olaraq, bir şəhid həyat yoldaşı olaraq siz övladlarınızı atasının adına layiqli, cəmiyyətimizə yararlı bir övlad kimi böyüdəcəksiniz. Allahdan sizlərə səbir diləyirəm, dəyərli şəhid əmanətləri. Bugün bax gördüyünüz 3 ana birlikdə dərd ortaqları deyərdim. Birlikdə oturub öz dərdlərini, öz sirlərini birlikdə bölüşürlər. Allahdan sizin hər üçünüzə səbir diləyirəm. Və vətən bu qəhrəman oğulları unutmadı. Vətən üçün canlarını fəda etdi. İgid qəhrəman oğullar. Füzuli kimi oğullarımız elə Zəhranın atasının qisasını aldı. Bugün vətən torpaqları öz azadlığına qovuşdu. Bu vətən sizi unutmadı. İgid, qəhrəman vətən oğulları. Vətən sağ olsun. Ruhunuz qarşısında ehtiramla baş əyirik.